Mədə ağrıları, köp və qaz problemləri yaşayırsınızsa, rasiondan hansı qidaları çıxardaq? Bu zaman yanaşma ikili istiqamətdə aparıla bilər. Birincisi, daha populyar olan və çox saylı tövsiyələrdə olan ümumilikdə köp yaradan, qaz əmələ gəlməni artıran qidaları çıxartmaq. Burada çox təəssüf ki, əksərən tərəvəzlər böyük risk qrupuna düşür və tərəvəzləri xaric etməklə tərəvəzsiz qalırıq. Bunu seçməzdim. Mən daha çox sitotoksik test əsasında fərdi yanaşıb sizə uyğun olmayan, köpü və qazı əmələ gətirən, o parçalanması çətin gedən qidaları görərdim. Bu arada bu tək tərəvəzlər deyil, digər süd məhsulları, gluten və s. də ola bilər və ən gözlənilməzi bu heç ağlımıza gəlməyəcək alma, armud, çay, gavalı və s. istənilən qida bu reaksiyanı verə bilər. Ona görə sitotoksik testdən keçməklə siz köpü, mədə ağrısını yarada bilən, iltihabı artıra bilən qidaları görüb xaric edirsiniz və sizə uyğun bir qida rasionu ilə qidalanmağa davam edirsiniz.